Hayatımın heç bir dönəmində indiki qədər endişəli olmamışam, sabaha görə narahat olmamışam ə, və ya özümü tək hiss eləməmişəm, həyatı dərk eləməmişəm. Ürəyin istədiyin cür cümləni qura bilərsən, fikrini çatdıra bilərsən. Əgər xitab etdiyin kimsə səni dinləyə bilirsə. Yağış hələ də davam edir. Mən kameraya baxmalıyam. Kameradan başqa hər yerə baxıram çünki rahatdır. Çünki özümü daha rahat görürəm. Təbii ki, ekrana baxmaq lazımdır. Necə göründüyünü görmək üçün. Özümü hər gün güzgüdə görüb duyğu durumunu qiymətləndirmək, nə qədər təlatümdə olduğunu və ya başqasına özümü müqayisə eləmək, onun necə sakin göründüyünü. Məncə insan sakin görünə bilməz. 40-larda belə olsa, ən endişəsiz, ən rahat bir halı ilə sənə, ən baxımlı bir halı ilə sənə gülümsəsə belə, bütün hallarda yaş keçdikcə, insanın həyatla bağı daha da möhkəmləndikcə və ya daha da qopduqca, azadlığı əlindən getdikcə, bir şeylər istəyib, bir şeylər əldə etmək uğrunda bütün öz istəklərindən vaz keçdikcə, özünə həyatda yer edinmək adına itkiləri, qazancları, ağrıları, acıları, tərk edişləri, bitən münasibətləri və ya kimsəsizliyini zaman keçdikcə dərk etməsi, onu incidən hər cür dəyərli kimsənin onu tərk etməsi, həyatı baş edə bilməməsi, sinirlə, stresslə, sabaha dair planlara dair nə yapacağını həqiqətən bilməməsi və ya bu və ya digər şəkildə öz istəmədiyi davranışları göstərməsi, həyatı üsyan olaraq, alınmayan işlərinə üsyan olaraq, istənilməyən davranışlara üsyan olaraq, kimsə onu təkləməyinə üsyan olaraq, məğlub hiss elədiyi hər bir situasiyaya, bəzən insan özünü tanımaz bir hala gəlir də, yəni ki, bu mən deyiləm, mən sadə, sıradan bir həyat yaşamaq istəyirəm, amma bir şəkildə həyat mənim hər istəyimi sanki maneələrlə qarşılaşdırır və bir yerdən sonra anlayırsan ki, onsuz da tək sən deyilsən ki, bunları yaşayan. Hamı bunları yaşayaraq olgunlaşır, bəlli bir yaşa gəlir, bəlli bir kimliyə bürünür, şəxsiyyət, bədən dili, bəlli bir keyfiyyət özündə formalaşdırır, bəlli bir bataqlığa gömülür, sil başdan yenə başlayır. Bilmirəm, ağlamaqla başlayan, ölümlə sonlanan belə bir həyatda, belə bir yol